Bəzən tarix kitabların səhifələrində deyil, itirilmiş sinif otaqlarının sükutunda yaşayır. Bu dəfə kitab yaddaşında yolumuzu qədim İrəvan şəhərinə salırıq. Bir vaxtlar Azərbaycan maarifçiliyinin mühüm ocaqlarından biri olan dəyərli məkana. İrəvan uzun illər İrəvan xanlığı kimi Azərbaycanın siyasi və mədəni xəritəsində xüsusi yer tutur. Bu torpaqlarda təhsilin ilk izləri mədrəsələrdən başlayırdı. Orada yalnız dini biliklər deyil, eyni zamanda insanı düşünməyə, anlamağa və dünyanı dərk etməyə aparan elmlər öyrədilirdi. Zaman dəyişdi. 19-cu əsrdə Rusiya imperiyasının Cənubi Qafqazı işğalı ilə birlikdə İrəvanda yeni tipli məktəblər açıldı. Bu məktəblər artıq fərqli bir dövrün xəbərçisi idi. Maarifçilik ruhu güclənir, xalqın öz dilində oxumaq və yazmaq arzusu daha da aydın ifadə olunurdu. Bu ruhu yaşadanlar isə dövrün böyük ziyalıları idi. Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlər təhsili cəmiyyətin dirçəliş yolu hesab edirdi. O yaxşı bilirdi ki, millətin gələcəyi sinif otaqlarında yazılır. 20-ci əsrin əvvəllərində İrəvanda Azərbaycan məktəblərinin sayı artdı. Ana dilində təhsil, müəllim hazırlığı, qızların məktəbə cəlb olunması, bütün bunlar bir xalqın öz kimliyinə dönüşünün təzahürü idi. Bu sadəcə təhsil deyildi, bu milli özünü dərk idi. Lakin tarix hər zaman eyni istiqamətdə axmır. Sovet dövründə məktəblər fəaliyyət göstərsə də, zaman keçdikcə bu ocaqların sayı azalmağa başladı. Daha sonra isə Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə bağlı hadisələr İrəvandakı Azərbaycan izlərini demək olar ki, tamamilə sildi. Məktəblər bağlandı, siniflər sustu, amma yaddaş susmadı. Məktəb bağlana bilər, amma maarifin izi silinməz. Bugün İrəvanda Azərbaycan dilində təhsil yoxdur. Amma o məktəblərin səsi, o müəllimlərin nəfəsi, o uşaqların arzuları tarixdə yaşayır. Və biz xatırladıqca, yazdıqca, danışdıqca o yaddaş yaşayacaq. Elə haqqında danışacağımız kitab bu yöndə yeni nəşr olan filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin İrəvanda Azərbaycan təhsil tarixi kitabıdır. Qeyd etdiyimiz bütün bu məziyyətlər məhz bu kitabda geniş şəkildə tədqiq olunub. Kitabın elmi redaktorları filologiya elmləri doktoru professor Mahirə Nağıqızı, siyasi elmləri doktoru professor Hikmət Babaoğlu, məsləhətçisi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, rəyçilər isə filologiya üzrə elmlər doktoru Ədalət Tahirzadə, pedaqoji elmlər doktoru professor İntiqam Cəbrayılov, filologiya elmləri doktoru professor Almaz Ülvü, pedaqoji elmlər doktoru professor Həsən Bayramoğlu və pedaqoji elmlər doktoru professor Akif Abbasovdur. Unudulan tarix yox olur, xatırlanan tarix isə gələcəyə çevrilir. Kitab yaddaşı bu dəfə bizə göstərdi ki, təhsil yalnız bilik deyil, o bir xalqın varlığının sübutudur.